Herkese selam dostlar, kanalıma hoş gelmişsiniz. Yeni bir vlog başlayıram. Her birinize hoş izlemeler. Her dəfə özümə söz verirəm ki, vloglar daha tez-tez atacağım. Bir-iki dəfə atıram, ondan sonra gedir elə qalır. Çünki bunun səbəbsiz deyil. Bəzi işlərim olur. Şəxsi işlərim olur, həkim işləri olur, gedib gəlmək məcburiyyətində qalıram deyə hər dəfə tez-tez nəsə çəkmək alınmır məndə. Son dövrlərdəki ödəm məndə yaranmışdı, üzüm falan çox şişmişdi. Əvvəlki videolardan bəlkə hiss eləmisiniz siz də. Onun üçün bəzi dərmanlar içirəm, həkim bəzi dərmanlar yazdı mənə. İçirəm və biraz şükürlər olsun, artıq 4-cü gündür içirəm. Şükürlər olsun ki, biraz gedibdi ödəmim. Hansı dərmanlardır, onları sizinlə paylaşacağım. Bilmirəm, indi Azərbaycanda olar onlardan. Tərkib olaraq eyni şeylər olur, amma adları sadəcə fərqli olur. Bir də Türkiyədə həkim macəralarım, xarici vətəndaş olduğum üçün bir neçə yerə göndərirlər və yaxud ancaq özəl xəstəxanalara getməlisən. Özəl xəstəxanaların qiymətləri burada bir xeyli bahadır. Ən münasib qiymətlər burada 90 manatdan başlayır, 120, 130, 150 manata qədər bir dəfə müayinələr. Dövlət düzdür, orada problem olmur. Hər şey pulsuz qaydada olur. Xarici vətəndaşlar üçün xüsusi bir xəstəxana ayrılır. Hər böyük şəhərlərdə bir yerdə ayrılır və siz ora gedib müraciət eləməlisiniz. Orada da bəzən sistem işləmir, eynən bizdəki kimi və yaxud bəzi saat fərqləri olur ki, gec gedirsən, bir neçə dəfə gedib qayıtmaq məcburiyyətində qalmışam. Ona görə ətraflı vlogda danışacağım. Burada başıma gələcəklərdən xəbərsiz şəkildə həkimə gedirəm. Xəstəxanaya getmək üçün şəhərə feribot ilə keçirik. Yol boyu şəhərin sakit və gözəl mənzərələrini də sizin üçün çəkdim. Feribot hər bir saatdan bir hərəkət edir. Analizlər isə saat 10-un yarısına qədər qəbul olunduğu üçün biz səhər saat 8-in yarısı yola düşdük. Bu arada sağ olsun qonşumuz da məni tək buraxmadı və mənə yoldaşlıq elədi. Yarım saatlıq yoldan sonra nəhayət xəstəxananı tapdıq. Xarici vətəndaşların müraciət etdiyi Çanaqqala Toplum Sağlığı Mərkəzinə getdik. Orada peyvəndimi vurdular. Analiz verməyə gələndə isə bizi başqa bir problem gözləyirdi. Sistem işləmədiyi üçün təxminən 1 saat gözlədik. Sonda isə bizə bazar ertəsi yenidən gəlin dedilər. Bazar ertəsi yenidən getdik, amma təəssüf ki, sistem yenə işləmirdi. Üstəlik hər dəfə başqa həkim qəbul edir. Ona görə də davamlı olaraq eyni həkimlə müalicəni izləmək mümkün olmurdu. Bu mənim şəxsi təcrübəm idi. Əgər Türkiyədə həkim işlərinizi daha rahat və vaxt itirmədən həll etmək istəyirsinizsə, imkanınız varsa özəl xəstəxananı da nəzərdən keçirə bilərsiniz. Bəli, daha çox ödəniş edirsiniz, amma dövlət xəstəxanasından dəfələrlə gedib gəlmək həm vaxt aparır, həm yol xərci yaradır, həm də insanı yorur. Xəstəxanadan qayıdanda isə yenidən feribotla evə dönüş üçün yollandıq və feribot yolunda belə bir qarğıdalı köşkləri var idi. Burada qarğıdalılar biraz daha bahadır qiymətləri. Bir ədədi 100 lira, yəni 4 manat civarında satılır. Bunun səbəblərindən biri də turistik yer olmasıdır. Daha çox turistlərin baş çəkdiyi məkanlara daha yaxın bir yer olmasıdır. Qonşumuz mənə Bursadan belə bir hədiyyə alıb gətirib. Qızı Bursada oxuyur. Universitetlər tətil olduğuna görə ora getmişdi. Gətirmək üçün qızını. Belə bir mətbəx üçün dəsmal alıb. Deyir ki, Bursanın dəsmalları çox məşhurdur. Ümumiyyətlə hər şəhər bir şey ilə məşhurdur. Bursada da deyir, dəsmallar məşhurdur. Belə çox yumşaqdır, o qədər gözəl materialı var. Tam göstərim. Burada da Bursa hadisəsi yazıb. Çox sağ olsun həqiqətən.
Bursa'ya ait burada kaledir, məscid, e, onların futbol klubunun atributları falan var burada. Bu mən necə işlədim indi. Çox qəşəngdir, çox bəyəndim. Rəngləri falan, yumşaqlığı o qədər yumşaqdır, belə. Sanki belə pambığa toxunursunuz da, o dərəcədə. Çox gözəldir. Adi bir hədiyyə də olsa insana xoş gəlir. Söhbət qarğıdaldan düşmüşkən, bizim evdə də qarğıdalı var idi və dedim ki, onları qaynadım. Düzdür, mən çox qarğıdalı sevməsəm də, amma yoldaşım həqiqətən çox sevir. Hər gün olsa, hər gün yeməyə narahatçılıq eləməz. Amma mən kimsə gətirib süfrəyə qoymasa, ağlıma gəlməz ki, qarğıdalı yeyim. Çox yumşaq idi, dadı pis değildi. Mən də bəyəndim. Düzdür, çox yeyə bilmədim, amma dadı pis değildi, xoşuma gəldi. Bir də biz sizdə bilmirəm necədir. Bizdə qarğıdalının saçaqlarını həmişə saxlayırıq və quruduruq qış üçün. Hansısa böyrək ağrıları olan zaman qışda ondan istifadə edirik və çay kimi dəmləyirik. Bu adət indi də məndə qalıb və elə indi də saxladım onu. Qarğıdalı sezonu artıq açılıb. Bizə də belə bir qarğıdalı gəlib. Dünən bişirdim. Bir dənə bu qalıb. Dadlıdır da, belə deyim ki, sərt deyil, yaxşıdır. Elə xüsusi bir şirinliyi yoxdur, amma pis deyil. Bizim yaşadığımız şəhər axşamlar xüsusi olaraq gözəlləşir. Hər axşam biz də yürüyüş edirik. Xüsusən ayaqlarımdakı şişliklərin çəkilməsi üçün və ödəm yaranmamağı üçün və hava o qədər sərin olur, sakitlik olur. Düzdür, gecə yarılarına qədər uşaqlar ancaq səs-küy parkda olurlar, amma bu da xoş gəlir insana. Şəhərin içində bir restoranda belə bir konsept gördüm. Çətirlərdən hazırlamışlar. Bunu Azərbaycanda səhv eləmirəmsə, Kürdəmirdə hansısa bir restoranda var idi. Orada görmüşdüm. Burada da gördüm. Çox gözəl görsənir. Dedim çəkim sizinlə də paylaşım. Siz də bəyənərsiniz deyə. Yay mövsümündə ən çox sevdiyim yaşıllıqlardan biri də pəlpətöyündür. Türkiyədə bunun adına soğuqluq deyirlər. Yoldaşım gətirmişdi. Mən də görüb sevindim ki, bundan dadlı bir yemək hazırlayaram. O isə dedi, bu dəfə mən hazırlayacağam və fərqli bir şey hazırlayacağım. Pəlpətöyünü çox incə və xırda bir şəkildə doğradı. Üzərinə 4-5 diş sarımsaq əzdi və qatıqla qarışdırdı. Duz və qatıq və onu soyuducuda saxladıq. Buz kimi cacıq alındı. Çox dadlı idi. İstəsəz siz də sınaya bilərsiniz. Sarımsağı xırda-xırda, incə-incə də doğraya bilərsiniz. Amma yeməkdə sarımsağı hiss eləmək istəmirsinizsə, ən gözəl yolu elə əzməkdir. Biz də əzib istifadə elədik. İnanın, isti havalarda işdən anidən gəldiyiniz zaman insan soyuq bir şey axtarır və dadlı bir şey axtarır. Bunu hazırlayıb soyuducunuzda saxlasanız çox faydalı olar sizin üçün. Həm dadlı olar, həm də anidən sərinləmiş olarsınız. Çanaqqalada ən çox əkilən məhsullardan biri də buğdadır və hazırda biçim mövsümüdür. Qonşularımızın demək olar ki, hər gün tarlalarda məhsul biçdiyini görürəm. Burada ən çox yetişdirilən digər məhsul isə yağ istehsalı üçün əkilən günəbaxandır. Hazırda demək olar ki, bütün Çanaqqala sarı günəbaxan tarlaları ilə örtülüb. Bu mənzərəni izləmək həqiqətən çox gözəldir. Məni ən çox təəccübləndirən isə odur ki, yerli sakinlərin dediyinə görə bu məhsullar əkildikdən sonra əksər tarlalarda əlavə suvarma aparılmır. Buna baxmayaraq yenə də bol məhsul əldə edirlər. Sonda isə bu isti yay günlərində sizi səmin edəcək bir görüntü qoyuram. Suyun səsi və sərinliyi. Vlogumu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Like eləməyi, abunə olmağı unutmayın. Dəstəyiniz mənim üçün çox vacibdir. Yeni vlogda görüşənədək hələlik.